Bugün mənim macəram bizi qışın ən dinamik idman növlərindən birinə gətirib çıxarıb. Bugün snowboardun sirlərini öyrənəcəyik və ilk sürüşümüzü edəcəyik. Biz hal-hazırda Şahdağ qış turizm kompleksindəyik. İlk növbədə geyim dəstini götürəcəyik. Daha sonra isə təlimçinə snowboard sürüşünün dərslərini öyrənəcəyik. Salam aleyküm, xoş gördük. Buyurun. Əziz dostlar, biz hal-hazırda Şahdağ qış turizm kompleksindəyik. Snowboard dərslərinə təlimçi, eyni zamanda Bakı Snowsport klubunun rəhbəri Ruslan bəylə bu dərslərə başlayacağıq. Salamlar. Snowboardun ilk necə sürmək olar, onun sirlərinə yiyələnəcəyik. Xoş gördük Ruslan bəy. Salamlar, xoş gəlmisiniz. Bu günləri inşallah sizə snowboard haqqında geniş məlumatlar verəcəm. İlk təlimimizi keçəcəyik. Çalışacağım bütün məlumatları verim ki, daha tez və daha cəld bu ilk dərsimiz baş tutsun. Çox maraqlıdır. Bəli, İlk dəfədir özümü snowboardda sınayacağam. Ümid edirəm ki, sizin sayənizdə bunu daha tez öyrənəcəm. Ruslanla söhbətimiz oldu. Dedi, mən baxmışam sizin proqramlara. Cəldsən, idman bacarığın var. Ona görə də sənin öyrənməyin daha tez olacaq. Ümid edirəm ki, bu həqiqətən də reallıqda da belə olar. Təlimçi Ruslan bəylə geniş məlumat verəcəyik. Snowboardu necə sürmək olar? İlk növbədə nəyə diqqət eləmək lazımdır? Bütün bu prosesləri mərhələli şəkildə Ruslanla öyrənəcəyik. İndi isə biz nədən başlamalıyıq ilk növbədə? Bəli, ilk dəfə snowboarda başlamaq üçün deməli biz baxmalıyıq ki, boardun mütləq şəkildə boya və çəkiyə görə ölçüləri var. Yəni mütləq şəkildə bizim snowboardumuz, yəni duran zaman bizim çənəmizdən olmalıdır. Nə hündür olmalıdır, nə qısa olmalıdır. Yəni bax bu hissədə olmalıdır. Məndə düzdür. Təxmini olaraq eynidir. Bir 4-5 sm daha hündürdür, amma o elə belə böyük bir dəyişiklik, fərqi yaratmayacaq. Çünki dedim ki, əsas isə burdandır. Yəni buradan olanda daha problem olur, daha aşağı və yaxud boydan hündür olanda artıq ayaqdan idarə etmək daha çətin olur. Demək ki, snowboardu ilk növbədə seçmək üçün onun bizim düz çənəmizdən olmasına diqqət eləməliyik. Əla. Bu birinci qayda. İkinci qayda deməli ilk dəfə başlamaq üçün təlimə mən bu vəziyyətdə sizə göstərim. Snowboardu qoyuruq yerə. Gördüyünüz kimi bu lövhənin özündən ibarətdir və burada bizim belə deyək, batinkalarımızı taxmaq üçün bindiklərdir bunlar, belə deyək. Bu həmin bu bindiklərin dərəcələri var, belə deyək. İlk başlayanlar üçün mütləq şəkildə bu bindiklər 15-15 dərəcə, yəni 15 dərəcə sağ, 15 dərəcə sol qabağa meylli də olmalıdır. Sizdə də həmin qayda ilə artıq hazırlanıb və əsas məsələ snowboarda başlamamızdan öncə biz bilməliyik ki, hansı ayağımız ön ayağımızdır. Çünki başlamaq üçün mütləq şəkildə bu lazımdır. Bunu əsasən yoxlamaq üçün 2 dənə üsulu var və yaxud kəndir dartan zaman kim hansı ayağa daha çox özünü bərk saxlayırsa, deməli o ayaq ön ayaqdır. Məsəl üçün mən solla tuturam kəndiri və yaxud kimisə itələyəndə qabağa öz ağırlığını saxlamaq üçün ilk ayağı hansı atırsa, deməli o ayaq onun ön ayağıdır. Gəlin onu elə əyani şəkildə göstərək. Göstərək. Deməli biri kəndir dartmadır. İndi burada kəndir yoxdur. Kəndir yoxdur, amma ikinci dönürsünüz məsəl üçün belə. Mən isə yüngül fəsələ belə atanda, bəli gördüyünüz kimi sağ ayağı attığınıza görə sizin sağ ayağınız ön ayaq olacaq. Deməli, bunu öyrənməyin də asan üsulu var. Deməli, ön ayağımız olduğuna görə bizim hansı ayağımıza birinci o ayağı taxırıq həmin bindingə, belə deyək. Bağlayan zaman bu öndəkilər burun tərəfdə olur. Baxın və burun tərəfdə başlayırsınız bu vəziyyətdə sıxmağa. Eyni ilə bu birisini də
Özünüz indi eləyin, onu bağlayın. Bəli, keçirdiniz və axıra kimi sıxmalısınız. Mütləq şəkildə snowboardda həmin basinka bura bərk şəkildə bağlanmalıdır. Boşluq olmamalıdır. İlk öncə biz slopa qalxmamışdan öncə snowboardu hiss eləməliyik. Yəni bu nə deməkdir? Bizim həmişə hansı ayaq öndə, yəni ön ayağımız sizdə sağ ayaqdır, ön ayağınız, arxa ayağınız hansı ki indi hal-hazırda bağlı deyil, boşdadır. Bu boardun arxasında həmişə dayanır. Yəni gördüyünüz kimi heç vaxt bu şəkildə bəli, getmirik qabağa. Bu şəkildə gedəndə görsən həm rahat deyil, həm hərəkət eləmək olmur. Deməli bizdə bəli bu formada qadağandır. Bəli, ancaq board ayaq, açıq ayaq arxada olmalıdır. Əla. Bu səhv qaydadır. Düzgün qayda isə bu cürdür. Yəni bu hissə gördüyümüz, bunu belə eləyəndə buradan kant tutur, dayanır. Bu hissə qaldıranda arxa kant və qabaq kant. Bu ön kantdır, bu isə arxa kantdır, belə deyək. Yəni hər ikisi əyləc kimi istifadə edilir. Hər ikisi əyləc kimi istifadə olunur, bəli. Hər ikisi əyləc kimi istifadə olunur. Amma hal-hazırda bizim slopa qalxmamışdan öncə boardu hiss eləmək üçün hansı belə deyək də, hansı əməlləri yerinə yetirməliyik? Deməli, biz hərəkət eləyirik, ayağımızla itəliyirik və biraz getdikdən sonra üstünə qalxırıq, ayağımızı qoyuruq. Bir də təkrar göstərirəm sizə. Deməli, ayağımızla talçoq eləyirik, dizimizi azca yığırıq, əlimizi də bircə açırıq. Əlimizi heç vaxt belə saxlamırıq. Bu sizə tarazlıqda kömək eləyir əl hər zaman. Baxın, mən də təkrar edirəm. Baxın, azca dizimi yığmışam və önə baxırıq. Bəli. Çalışmaq lazımdır, onun üzərində durmağı bacarmaq lazımdır, hərəkət eləyən zaman. İndi mən yoxluyum. Əlbəttə ki, başlayın. Gördünüz, dayandınız. Daha çox məşq edirik, dayanmadan gedirik. Artıq yaxşıdır. Ayağımızı açıq yığırıq, tələsmirik. Baxın, hiss eləməsiniz bunu qoyan zaman. Gördünüz? Ay Allah. Bəli. Deməli, dizlər bir balaca yığılır. Bir balaca yığılır, bəli. Başlayırıq. Baxın, boardun üzərində hərəkət eləyən zaman ayağımızı bu orta hissəyə yox, daha doğrusu bindingə yaxın hissəyə qoyuruq. Belə deyək. Onda daha yaxşı alınır. Bax, gedirik və qoyuruq arxaya. Buyurun, başlayaq. Yaxşıdır. Bəli, düz saxlamağa çalışırıq. Çox belə hərəkət eləmərik. Baxın, sadə düz. Heç bir hərəkət eləmirik, özü düz gedir. Ortaya qoyuruq, gəlin yavaş-yavaş. Normaldır. Birinci dərs üçün həmişə bunlar yavaş-yavaş öyrəşəcəksiniz. Bəli, biraz da gedirik. Yaxşıdır, gedirik yavaş-yavaş. Biz bura gəlməyə çalışırıq. Maraqlıdır. Qay yaxşı davam eləyir, amma artıq bədənim sinib məşqlərdən sonra. Gəlirik yavaş-yavaş bura. Başa düşürəm, birinci dəfədən yorucudur, ayaqlar ağrıyacaq. Bu hamısı normal bir şeylərdir. Snowboard ağır idmanı olduğuna görə. Baxın, bu bizim liftimizdir. Daha aşağı sloplarda məşqimiz olacaq və bu slopa qalxmaq üçün bizi lift vasitəsilə qalxacağıq. Bu lift vasitəsilə qalxan zaman az öncə elədiyiniz hərəkəti sadəcə ora getdikdən sonra ayağınızı qoyursunuz bunun üzərinə. İndi mən sizə praktik olaraq göstərəcəm, siz mənim arxamızca gəlsiniz. Yavaş-yavaş yaxınlaşırıq. Üstünə qoyuruq yavaş-yavaş. Baxın, gedir və üstünə çıxırıq və salam. Və heç bir hərəkət eləmirik. İndi siz gəlirsiniz növbəsin. Yavaş-yavaş gəlirsiniz. Gəlin, narahat olun. Heç yandan tutmağa ehtiyac yoxdur. Gəlin, ortayla. Bir balaca tərpədin qabağını. Ay, sağ ol. Bu vəziyyətdə qalxırıq yavaş-yavaş yuxarı. Bəli. Liftdən düşən zaman ayağımızla az öncə elədiyimiz təkan verəcəyik ki, arxadan gələnlərin yolunu kəsməyək, belə deyək. Yəni, daha təhlükəsiz bir əraziyə keçəcəyik liftdən düşdükdən sonra. Deməli, biz gəldik bura bizim, belə deyək, ən başlanğıc səviyyədir bura. Yəni, ən başlanğıc səviyyədə biz buradan 1-2-3 baxacaq vəziyyətə uyğun, 1-2 dəfə sürüşəcəyik. Əgər hər şey qaydasında olsa, biz növbəti slopa keçid eləyəcəyik. Növbəti mərhələyə keçirik. Bəli, növbəti sloplarda sürüşmək üçün mərhələ, bəli. Deməli, ilk öncə biz ayaqlarımızı bağlamaq üçün oturmalıq yerə, döndərməliyik üzümüzü ön tərəfə, 180 dərəcə dönürük. Yer otururuq. Bəli, oturmalısınız mütləq şəkildə. Çünki ayaqsa durduğunuz zaman hərəkət edəcəksiniz və geyinə bilməyəcəksiniz. İkinci ayağımızı bağlayırıq. İndiki vəziyyətdə
ayağa qalxmaq üçün, yəni sürüşüb yıxılmamaq üçün daha düzgün qayda hansıdır? Məsələn, mən necə ayağa qalxa bilərəm? İlk öncə dediyimiz kimi bu ən balaca slop olduğuna görə və biz bunun başlanğıc hissəsindən başlayırıq. Mütləq şəkildə bordu yoxuşda olmamalıdır. Daha düz yerdə olmalıdır ki, siz rahat şəkildə qalxa biləsiniz. Əgər yoxuşda olan zaman, qalxan zaman siz qalxdığınız anda artıq hərəkət edəcəksiniz. Ona görə sizin üçün daha uyğun yer tapmalısınız ki, daha düz yer olsun. Yoxuşun, yəni başlanğıc səviyyəsində, yuxarısında. Qalxan zaman isə bizim nə edirik? Deməli, daha yaxın gəlirik, yəni daha geniş dayanmırıq. Yəni daha yaxın gəlirik, daha yaxın gəlirik. Belə deyək. Ön əlinizi, sağ əlinizi və yaxud sol əlinizi hansısa rahatdırsa və bu vəziyyətdə isə qalxırıq belə. Bəli. İndi mən sizə növbəti prosesi başlayacağam. Qalxan zaman siz başlayırsınız getməyə. Ona görə getməmək üçün əyləcdən istifadə edəcəyik. Bizim ilk dərsimiz bu slopda əyləclə düşməkdir. Çünki biz əyləci bilməsək, sizdə sürət yaranacaq və sürət yarandıqdan sonra idarəetmə olmadan görə siz harasa gedib dəyəcəksiniz və yaxud başqa insanlara və yaxud başqa maneəyə və yaxud yıxılacaqsınız. Başqa bir Ona görə ilk növbə başlanğıc dərsimiz əyləclə olacaq. Mən sizə əyləci indi göstərəcəm. Bəli, göstərəcəm. Görürsünüz, hərəkət edir artıq. Bəli. Deməli, əyləc nədir? Az öncə sizə demişdim ki, biri var arxa kant, yəni baxın, bu arxa əyləc, bir də var ön əyləc. Biz bu günləri ön əyləcdən istifadə eləmirik, ancaq arxa əyləcdən istifadə edirik. Yəni arxa dediyimizdə biz bəli, arxa dabanımızı, yəni sıxırıq və ön pəncəmizi qaldırırıq. Bu bizim əyləc sistemimizdir. Lakin bunu çox qaldırmaq lazım deyil. Yəni yerdən hardasa 3-4 sm. Baxın, daha çox qaldırdıqda siz arxaya doğru yıxılacaqsınız. Daha az və tempdə saxlamaq lazımdır. Başlayanda ən çox yıxılanlar buna görə yıxılırlar ki, hərəkət eləyir bord və belə tez-tez eləyirlər. Sadəcə bir tempdə saxlasaz 2 sm bəs eləyir. Mən praktik olaraq indi bunu 3-4 metr gedib sizə göstərəcəm. Biz ayaqlarımızla döngələrdən istifadə eləmirik. Yəni istədiyimiz sağa gedirsə əlimizi, bədənimizi açırıq sağa, biraz ayağımızı sıxırıq. Sola gedirsə, sol əlimizi açırıq, sola doğru gedir. Bu pratik olaraq bədənlə hərəkət edirsən ki, səni aparsın da, yəni belə deyək, sola sağa. İndi mən sizə əyləci göstərəcəm, hərəkət edən zaman necə saxlamaq üçün. Oturaq yerdə dayanım, yoxsa durum? Hələ ki durmayın. Çünki duran kimi gedəcəksiniz. Bir balca mənə baxacaqsınız. Demək, hərəkət eləyirik. Baxın, azca 1-2 sm qaldırıram və mən dayanıram artıq. Baxın, bu mənim əyləcimdir. Gedirəm. Ön əyləcdən istifadə eləsəniz, siz bu vəziyyətdə yıxılacaqsınız önə doğru. Həmişə önü qaldırırıq. Yəni arxa əyləcdən istifadə edirik. Arxa kant, yəni belə deyək. Təkrar olaraq sizə göstərirəm. Biz hərəkət eləyirik. Baxın, ön əlimizi açırıq və bu əyləcdir. Dayandıq. Və bunu indi siz başlayacaqsınız eləməyə. Mən sizə nəzarət edəcəm, baxacağam. Başlaya bilərəm? Bəli, başlayana. Qalxan kimi, hərəkət edən kimi az-az qabağı qaldırırsınız. Bəli. Narahat olmayın, qalxın, təmiz qalxın. Az-az qaldırın, az-az, tempdə saxlayın. 2 sm qaldırın, tempdə. Açırıq əlimizi, açırıq, torumuz, çox gözəl. Bəli, daha az eləməlisiniz ki, daha çox effekt olsun. Bəli. Əyləci qaldırın. Bəli, əlinizi açın o tərəfə getmək üçün. Sola gedəcək. Çox qaldırmayın. Hər şey yaxşıdır. Yavaş-yavaş qaldırın. Snowboard idmanında ən çox rast gəlinən hadisə yıxılmaqdır. Amma ən vacib məsələ isə hər yıxıldıqdan sonra ayağa durub davam eləməkdir. Bəli, davam eləmək lazımdır. Həvəsdən düşmək olmaz. İlk başlanğıcdan daha çox yıxılacaqsınız. Amma yavaş-yavaş ayağınız, bədəninizi öyrəşdirdikdən sonra bu proses yəni daha az olacaqdır. Bəli. Belə deyək. Az, 2 sm qaldırırsınız, hərəkət oldu 2 sm qaldırırsınız. Qol açırsınız, hər şey yaxşıdır, çox yaxşıdır. Daha az manevr eləyirik. Bəli, yaxşıdır. Ön əlimizi açırıqdır, daha sola gedək. Əladır hər şey. Deyir, uşaq yıxıla-yıxıla gəzməyi öyrənir, biz də yıxıla-yıxıla snowboard sürməyi öyrənəcəyik. Yoxlayaq bir dənə də. Bu hərəkətlərin hamısını özünü sərbəst eləməyə bacarmalısınız.
Sizə kömək olunsa, siz hər dəfə qalxanda çətinlik çəkəcəksiniz. Ayağa duranda getməyə fikir verin, qoy getsin. Torumuzu eləyəcəksiniz. Təkrar bir də yoxlayırıq. Sizi bu günləri elə yoracağım ki, axşam rahat yatacaqsınız. Döndəri bordu, təmiz döndərin bordu. Ay sağ, 180 dərəcə, 180 dərəcə. Sərbəst olaraq, özü rahat hiss edir. Yenə eyni qaydana gedirik o tərəfə, azca qaldırıq ön hissəni, çox azca. Çox qaldırırsınız, az, çox az, 2-3 sm. Bəs edir. Biraz tərpədin, geçsin çünki. Çünki biz elə yerdə dayanmışıq ki, hərəkətimiz yox. Ay sağ, indi hərəkət edəcəksiniz. Gəlin. Biraz da gəlin, biraz da gəlin. Bəli, düz saxlayın, gəlin. Gedirik, əllərimizi açırıq, əlimizi açırıq. Okey, hər şey yaxşıdır. Azca qaldırıq, məncə. Bəli. Biraz bədənimizi düz saxlayırıq. Ayla. Ora çatanda isə özünüzü torumuzu eləyəcəksiniz. Bəli, buraxıram. Az-az, bəli, az-az. Çox gözəl, çox gözəl. Orayla gəlsiniz, mən sizi yuxarıda gözləyəcəm. Oldu. Gördüyünüz kimi artıq səndə bu hərəkətlər daha asan görsənir. Görürsünüz, az öncə siz orada məşq edirdiniz, artıq sərbəst gəlirsiniz. Otururuq yerə, ayaqlarımızı geyinirik. Ayağımızı geyinən zaman mütləq şəkildə qardan təmizlənməlidir iç tərəflər. Çünki əsas istər, bəli. Çünki burada qarın donması sizin ayağınızın altında bir, belə deyək, şişqalar falan yaranacaq və sizə komfort yaratmayacaq. Ona görə bu həmişə təmiz olmalıdır. Deməli. Qardan. Çünki hava soyuqdur, buzlaşır, belə deyək. Bəli. Hər bir işin öz xüsusi qaydaları var ki, onlara əməl etmək lazımdır. Təmizlik isə demək olar bütün sahələrə şamil edilir. Təmizlik hər zaman. Hər bir işdə gərək təmiz görəsən ki, daha yaxşı, keyfiyyətli alınsın, professional alınsın. Əsas professionallıq o təmizlikdədir. Bəli. Həm təmiz saxlamaq lazımdır, həm bordun özündə belə deyək, zədə vermək lazım deyil. Çünki bu bizim əsas hər gün dəyişəcəyimiz bir şey deyil. Bəli. Eyni qayda ilə, yəni sağa gedirik, əyləcdən istifadə edirik, ön ayağımızı açacağıq, çox az qaldırırıq. İndi bədənimizi burağa sıxırsınız bu tərəfə, isə artıq gedirsiniz bu tərəfə, daha çox döndərmirik, belə deyək. Təxmini olaraq, bəli, bu belə deyək də, bizim hardasa 40-45 dərəcə saxlamaq lazımdır. Hər bir ziqzaqvari formada. Əgər düz saxlasanız, daha çox sürət yığacaqsınız və əyləc sistemi sizə çətinlik yaradacaq. Ona görə 40-45 dərəcə, bu tərəfə gedəndə 45, bu tərəfə gedəndə 45 dərəcə. Bəli, çox gözəl, çox gözəl. Bu istiqamətdə əyləcdən istifadə edin. Sürətlənməyə fikir verməyin. Bəli. Bəli, sürətlənmə olan zaman yenə də əyləcdən biraz daha çox artırırsınız. Qalxanda biraz çətinlik yaranan zaman, çünki siz qalxan kimi hərəkət edirsiniz. Bir balaca qarı bordun köməyi ilə qazırsınız, yəni vura-vura bu vəziyyətdə. Burada özünüzə yer edirsiniz ki, qalxanda biraz sizə kömək edəcək. Az da olsa sizə kömək edəcək. Dəbilqə olmasaydı, uğurlar sizə. baş sizə də ala bilərdik. Getdiyi bir zamanda. Çox gözəl, artıq sərbəst olaraq ən azından sağa və sola gedib və əyləcdən necə istifadə eləməyi artıq başa düşürsünüz. Biz bunu təkrar hardasa bir 3-4 dəfə slopdan düşə-düşə təkrar eləməli ki, növbəti slopa qalxanda artıq belə deyək, sərbəst onun əyləcdən istifadə edə bilər. Artıq tək başına gedirəm. Ruslan müəllim dedi ki, mən sənə güvənirəm. Bu dəfə artıq tək get gəl, gözləyirəm səni aşağıda.
İndi isə liftə doğru gedirik. Ya Allah. Snowboardun ibtidai dərslərinə başlamışam. Snowboardu ayaqqabıya bağlamaq, geyinmək, snowboardla birlikdə hərəkət eləmək, bunları öyrənmişdim. Daha sonra isə ilkin sürüş formalarına başladıq. Biraz çətin oldu, yıxıldım, durdum. Hələ ki yenə davam edirəm. Mənə də çox maraqlıdır ki, bugün mən ilkin metodikada nə qədər öyrənə biləcəm snowboard sürməyi. Kanatların üzərində burada ümumiyyətlə yazılıb ki, nə etmək olmaz. Məsəl üçün hərəkət edən zaman yuxarı bunu açmaq olmaz. Bu bizim təhlükəsizliyimiz üçündür. Hardasa bir 10 metr qalmış həmin bu kanat xəttlərinin dirəklərinin üstündə işarələr var ki, artıq o dirəyə çatdıqdan sonra bunu biz qaldırmalıyıq. Yəni qaldırmamışdan öncə nə etməliyik? Ayağımızı buradan boşluqdan çıxartmalıyıq. Aha. Az öncə hansı ki qoymuşuq boşluqdan. Çünki bu açılmaz. Eynilə siz də ayaqlarınızı kənara qoyacaqsınız. Bu açılacaq və kanat özü gəlib yerə düşəndən sonra, yəni çatdıqdan sonra mərkəzə sadəcə o biri ayağımızla bordun üzərində qoyuruq. Özü sizi təkandan sizi aparacaq və siz slopdan düşəcəksiniz. Ola bilər ki, siz yıxıla bilərsiniz. Bu birinci dəfə də kanata qalxırsınız. Bu normal bir şeydir. Yəni hamının başına bu gəlir. Amma bir-iki dəfə qalxdıqdan sonra artıq düzgün necə düşmək lazımdır, artıq qavrayacaqsınız belə deyək. Çox sağ olun, ətraflı məlumat üçün. Baxın, liftin artıq görsün ki, open, yəni açmaq lazımdır. Oxlar yuxarı göstərir. Ayağınızı azad edirik. Bəli, çıxardın. Baxın, kanatdan düşən zaman ən çox yıxılmalar nədən baş verir? Kanat ora gələn zaman hansısa bir müddətdə yavaşlayır və sizi arxadan itələyir. Ona görə siz əlinizlə bir balaca təkan verməlisiniz ki, siz önə gedə biləsiniz. Biraz yerini bərkidirik snowboardun yerdə. Bəli, biraz bərkidir. Çox gözəl. Daha sonra ikinci ayağı salırıq. Bəli, təmizləyib ikinci ayaq salırıq. Ayaqlarımızı bağlayırıq. Artıq görürsünüz, oturmadan da ayaqlarımıza sərbəst şəkildə geyinə bilirik snowboarda. Gördüyünüz bu slop, yəni beginner, təzə başlayanlar üçündür. Az öncə başladığımızdan bir pillə daha yüksək slopdur və burada düzlük yoxdur və hər zaman biz hərəkətdə olacağıq və əyləcdən istifadə edəcəyik, danışdığımız kimi. Ancaq arxa əyləcdən. Yəni arxa önü az qaldırmaqla arxa əyləcdən. Bədənlərimizlə hərəkət edəcəyik. Yəni sağa getdiyimizdə bədənimizi açırıq, sola getdiyimizdə bu biri əlimizi, bədənimizi döndəririk. Yəni bədənlə dönürük, ayaqlardan istifadə edirik. İndi mən öndə başlayıram yavaş-yavaş getməyə. Bəli, başlayıram yavaş-yavaş. Siz də gəlirsiniz məndən. Bəli, ancaq əyləcdən istifadə eləyə yavaş-yavaş. Baxın, sürətlənmə varsa əyləcimizi saxlayırıq və tempdə saxlayırıq. Baxın, yavaş-yavaş tempdə saxlayırıq. Hər zaman əyləcdən istifadə edirsiniz. Qaldırın, dayanacaq. Bəli, az. Çox gözəl, hələ ki yaxşıdır. Bəli, əyləcdən istifadə edirsiniz. Əyləcdən. Gəlirik sağ tərəfə. Bəli, sağ tərəfə. İndi sol tərəfə gedirik. Sola gedirik. Əyləcdən istifadə edin, özü dayanacaq. Bəli, çox gözəl, hələ ki yaxşıdır. Bəli, yıxılma səbəbimiz ön kantı elədik, yəni ön əyləcdən istifadə elədik. Burada ön əyləcdən istifadə eləmirik. Bəli. Daha tempdə saxlamağa çalışırıq. Baxın mənə diqqətlə. Baxın, bir tempdə saxlayırıq. Bir damcı qaldırırıq əyləcdən.
Yəni nə qədər belə eləsəz, bir o qədər çox hərəkət eləmirik. Sadəcə bir tempdə. Və sola meyli. Biraz sola meyli, sola gətirin. Bəli, solu, ay sol. Solu saxlayırıq ki, sola meyli gəlmək üçün. Qalxan zaman sola meyli. Sağa. Baxın, sağdan istifadə eləmirik. Biz sağda olduğumuz müddətdə ancaq sola meyli gedirik. Bədənimiz sola. Yəni solda qalırıq, sol. Yəni sol ayağınız hər zaman bu tərəfdə meyli olmalıdır ki, siz slopdan bu tərəfə gələsiniz. Sağa qəti döndərmirik. Sizi yoxsa sağa aparacaq. Bəli, çox gözəl. Çox yaxşı. Artıq ayaqlarla hərəkət eləməyin, bədənlə. Sərbəst. Çox gözəl, sərbəst. Hə, sağa gedirik. Bəli, dönmürük. Sağa gedən zaman, baxın, sağa gedən zaman belə sağa gedirik, sonra gəlirik yenə sola gedirik. Bir dənə də yoxlayaq. Hər şey yaxşıdır, gəlin. Hər şey yaxşıdır, Ümid. Qalxmağa çalışın. Hə, Ümid, deməli biz 2 saat ərzində bu gün nələr öyrəndik? Snowboard haqqında məlumatlar öyrəndik. Necə durmaq, necə hərəkət eləmək. Aşağı slopda sürdük və əsas demək olar ilk başlayanlar üçün bu slopda sürdük və 2 saat ərzində nəticə çox superdir. Təşəkkür edirəm. Düşünürəm ki, növbəti 1-2 dərs də artıq davam eləsə, artıq bu slopu sərbəst şəkildə siz düşməyə bacaracaqsınız. Yıxılmadan düşürəm. Hisslər necə idi? Nələr hiss edin? Həmişə mən bu sualları verirəm bu dəfə. Bəli, bu dəfə mən sizə mənim verirəm. ünvanlandığım 2 saat ərzində suallar. sizi yorduq biraz. Bəli, çox gözəl oldu, əla oldu. Mən sizə təşəkkürümü bildirirəm. Səbirlə bizə öyrətməyə çalışdınız. Əslində müəllim olmaq ona görə çətindir ki, o səbirli olmaq lazımdır. Hər bir tələbənin də müəyyən çətinlikləri olur. Onlara uyğun addım atmaq da özü bir psixoloq olmaq lazımdır. Çox əla oldu və bütün bu keyfiyyətlər sizdə var idi ki, bunun sayəsində mən artıq bu qədər irəliləyişə qazandım. Çox maraqlı idi, çünki ilk dəfə idi snowboard sürməyə öyrənirdim. Düşünürdüm ki, biraz çətin ola bilər. Mənə elə gəlir ki, təlimçinin də burada böyük rolu var. Siz də qeyd edirsiniz ki, bəli, mən artıq bu 2 saat ərzində böyük bir uğur qazanmışam, böyük irəliləyiş olub. Əgər həqiqətən də belədirsə, demək ki, sizə də böyük bir təşəkkür düşür. Buyurun, xoş oldu. Təbiətlə iç-içə qarın üzərində snowboard həyəcanını yaşayaraq adrenalin səviyyəmi də yüksəltdim. Eyni zamanda yeni biliklər qazandım. Nə qədər təbiətə yaxın olsaq, bir o qədər sağlam qalarıq. Növbəti macəralarda görüşmək ümidi ilə. Hələlik.